Salam dostlar. Bugün bəlkə də həyatınızda eşitmədiyiniz, amma hər saniyə istifadə etdiyiniz bir elmdən, semiologiyadan danışacağıq. Əvvəlcədən onu demək istəyirəm ki, bu video kanalımız üçün açar rol oynayır. Çünki bundan sonra çəkəcəyim bütün film, reklam, sosial mesaj və poster təhlillərini anlamaq üçün bu təməli bilməyiniz tam olaraq bir şərtdir. Hazırsınızsa gözünüzdəki eynəyi dəyişməyə başlayaq. Semiologiya və ya semiotika işarələr elmidir. Fransız dilçi Fernand de Saussure deyirdi ki, hər bir işarə iki hissədən ibarətdir. Görünən və göstərilən forma. Gəlin bunu sizin üçün asan təsəvvür etməyiniz üçün sadələşdirim. Yəni bir şeyi görəndə beyniniz avtomatik olaraq arxivə müraciət edir və o obyektə avtomatik bir məna yükləyir. Məsələn, alma fiziki olaraq sadəcə bir meyvədir. Amma onu gördükdə ağlınıza sağlamlıq, qadağan olunmuş meyvə və yaxud da bunun kimi bir çox məna gəlir. İndi isə işi biraz qəlizləşdirək. Ronald Barthes adlı bir dahi o vaxtı demişdi ki, denotasiya, yəni fiziki məna bəs etmir və bizə əlavə mifoloji, yəni konotativ mənalar da lazımdır. Məsələn, bir reklamda təmiz ağ köynəkli bir kişi görəndə biz sadəcə pambıq parça gördük deyə düşünmürük. Biz orada pambıq köynək görsək də uğur, təmizlik və özünə inam düşünürük. Reklamçılar məhz bu yan mənaları ilə bizi idarə edirlər. Gəlin nəzəriyyəni bir kənara qoyub hamınızın bildiyi o ikonik səhnəyə baxaq. Arthur Fletcher'in Joker olaraq pilləkənlərdə rəqs etdiyi an. Bir semiolog kimi baxsaq, bu sadəcə rəqs edən bir adam deyil. Bir neçə vizual kodun birləşməsidir. Filmin əvvəlində biz Arthur'un həmişə o pilləkənlərdə yuxarı çıxdığını görürük. Orada pilləkənlər sosial yük, yorğunluq və çətin həyatın bir işarəsidir. Amma indi o aşağı enir. Semiologiyada bu eniş, yəni xarakterin öz qaranlığına, dərinliyinə və eyni zamanda azadlığına doğru enişi simvolizə edir. O artıq cəmiyyətin zirvəsinə çıxmağa çalışmır. O öz uçurumuna enir. Arthur'un əvvəlki geyimləri boz qəhvəyi və solğun idi. Bu görünməzlik və depressiya kodlarıdır. Joker kostyumu isə sanki qışqırır. Qırmızı həm təhlükəni, qanı, həm də inqilabdır. Sarı isə vizual olaraq narahatlıq yaradan bir rəngdir. Bu rənglər kombinasiyası bizə deyir ki, mən artıq sistemin bir parçası deyiləm. Mən artıq sistemin yaratdığı bir xətayam. Arthur'un bədən dili əvvəllər sıxılmış və çox məzlum idi. İndi isə o qollarını geniş açır, sərbəst hərəkət edir. Bu rəqs bir ritualı simvolizə edir. O öz köhnə kimliyini tərk edir. Musiqi və hərəkət birləşərək bizə bir mesaj ötürür. Xaosun içində Joker hüzur tapır. Səhnədəki parlaq günəş işığına diqqət yetirin. Adətən yaxşı şeylər işıqla göstərilir. Amma burada rejissor Todd Phillips semiotik bir subversion, yəni tərs çevirmə edir. Ən dəhşətli transformasiyanı ən parlaq işıq altında baş verdiyini göstərir. Bu da o deməkdir ki, Joker üçün aydınlanma anı məhz həmin andır. Baxın, cəmi 2 dəqiqəlik bir səhnədə biz rəngdən istiqamətə, geyimdən ritmə qədər onlarla işarə oxuduq. Rejissor bizə mətnlə Arthur artıq dəli oldu və özünü azad hiss edir demir. O bizə semioloji işarələr göndərir və bizim beynimiz bunu avtomatik olaraq qəbul edir. Məhz bu bacarığı inkişaf etdirərək medianın bizi necə manipulyasiya etdiyini anlamağın ilk addımlarını atmaq olar. Bura qədər gəldinizsə, təbrik edirəm. Artıq siz sadəcə bir izləyici deyil, həm də bir oxucusunuz. Bu videonu ona görə hazırladım ki, növbəti videolarda mən buradakı qırmızı rəng üsyanı təmsil edir dedikdə, siz artıq bunu hansı semioloji prosesdən keçdiyini anlayasınız. Biz bu kanalda dünyanı sadəcə görməyəcəyik və ya göstərməyəcəyik, həm də oxuyacağıq. Semiologiya həmişə dediyimiz kimi bir eynəkdir. Onun bir dəfə taxdınızsa, bir daha heç nə əvvəl kimi görünmür. Küçədəki bir qrafitdən tutmuş, bir siyasətçinin siyasi çıxışlarına qədər hər şeyin alt qatını görəcəksiniz. Sizin üçün ən güclü simvol nə olduğunu şərhlərdə bizimlə bölüşməyinizi istərdik. Məsələn, göyərçin deyəndə ağlınıza sülhdən başqa nə gəlir? Növbəti videolarda görüşənədək.